Salamünaleyküm, vaxtınız xeyir olsun. Demək belə, bu bax burasından patlayıb. Göstəreyim abi, sən o burasını. Belə şeylər var, bunlar. Görürsünüz. Bunlar saxlayan bir şeylər deyil. Bu bakın öz qırığıdır, bax. Görürsünüz. Bakın sırf öz qırığıdır. Həm qapağından da, hardan da kəsib edib, bura vurublar. Bu saxlayan bir şeylər deyil. Bunun səbəbi nədir? Bu pişmiş maldır. Pişmiş mal heç vaxt tuta bilməz. 2.9 sənədir, ünvan da 3 nəfqadır. İnşallah bir bunu bərpa edib, təzən təkərik. Buzluqları təmizləyib, varırsan. Setka olur, varırsan. Göstərsək, setka. Setka çürüyən bir şeydir, su onu çürüdür. Mümkün deyil. Yəni deyirəm, xam mal olmasa, şey olmasa, bu boş şeylərdir, saxlayan şeylər deyil. Ya burada şeylər də var, bunlardır. Yəni insana əziyyət qaldı, başqa işin. Yəni gəlib gördükləri iş budur. İnşallah bizdən bərpa edib, ofis göstərərik. Bir daha arvatınız xeyir olsun, demək beləncə. Bu bax burasından patlamışdı. Göstər zəmin tamısı yaxınlaşdıraq. Bax burasını paykalamışıq. Sırf xam maldan proteindən istifadə eləmişik. Bax belə deyim sizə. Bax belə gəlirlər. Yəni deyirəm, Allah hamı ruzusunu versin, hamı qazansın. Amma halal qazansın da belə deyək. Bəlkə də insan da bilib deyib ki, tutar eləyər, nə ehtimaldır. Biz də onun haqqına girməyi tam bilmirik kimdir, nəsidir, o mənada deyirəm. Bax beləncədən şeylər vurublar, böyüsən. Bu bakın qırıqlardır, bişib bu. Bu saxlayan bir şeylər deyil. Bax bunun aslında setka da var idi. Nə deyim, setka görsənəcək. Hə, bax setka bax. Bax setka var, görsənir, bax bu setka da var. Bax setka da var. Setka suya dən kimi çürüyən bir şeydir. Normalda usta olmasa, bizimki bu setka sudur, dəmiri çürdəcək bunu. Bu saxlayan bir şeylər deyil. İşə zamanı olaraq 5 il veririk. Bax, ümumiyyətlə paykomla edən bir də bıraxım, nəinki 5 il, 10 il. Yəni müştəri bizə soruşanda ki, yəni zamanət 5 il verdik. 2009-dan fəaliyyət göstərir. 10 ton, 15 ton, 20 ton fərq eləmir. Yəni paykalırıq, zamanət verib bıraxmır. Qarabağda olmuşuq, Zəngilanda, Laçında, Qubadda da hər yerdə olmuşuq. Yaxşı mənada işlə əlaqədə olmuşuq. Bakının bütün kəndlərinə, şəhərlərinə gəldik, hər yerə. Bakıbatanda, Qaradağda, hər yer fərq eləmir. Beləncə, ustalarımız da var rayonlarda, Gəncədə də var, Xudadda da var, Qusarda da var. Beyləqan demişlidir, saatlı sabatlı ustalarımız var. Yəni onlara yönləndirə bilirik. Su çəni 2 tonluq su çənidir. Turkas firmasının bakıdır. Demək olar ki 10 ildir burada qoyublar. Yəni problemsiz işləyib. Altını bax göstərir, altın bax düzlüyü olmadığına görə bax vurub buradan bir yerdən çatladıq. Beləncə, xeyirli olsun, Allah xeyirli versin. Təşəkkür edirik. Sağ olun.